Ya Allah, salam aleyküm, hər vaxtınız xeyir olsun. Deməli, bugün 28 aprel 2026-cı il yer fıstığı əkiminə başlamaq istəyirik. Yoxlamaq məqsədindən, praktiki məqsədindən ki, görək biz bunu bacarırıq yoxsa yox. Deməli, biz Azərbaycan Dövlət Aqrar Universitetinin qiyabi tələbələri olaraq, ikinci təhsil tələbələri olaraq belə bir addımla irəli atmışıq, 4 nəfərdən ibarət. Hal-hazırda belə bir ərazimiz var. Qrup yoldaşımız Cavid mənim. Glifosat tərkibli herbisitdən istifadə edərək alaq otlarının məhvinə həyata keçirir, belə deyək. İnşallah ki, bu herbisit 10-14 gün ərzində təsir edir. Növbəti mərhələləri də çəkib paylaşacağıq. İnşallah görək son nəticəmiz nə olacaq. Hələlik ki, praktiki məqsədlə, öyrənmək məqsədi ilə yer fıstığının ümumi bütün məlumatlarını nəzərə olaraq bilirsə də, praktiki olaraq həyata keçirmək üçün belə bir 7 sot torpaq sahəmiz var. Burada əkib praktikadan keçirəcəyik, görək biz həqiqətən bunu bacarırıq yoxsa yox. İnşallah gələn videolarda görüşənə qədər.